Bəli, çox düzgün vurğulayırsınız və bu müharibənin miqyası get-gedə bütün regionu təsiri altına alır. Bu Qaradəniz hövzəsi və bundan birbaşa olaraq biz görürük ki, Qaradənizə çıxışı olan ölkələr eyni zamanda Qaradəniz gəmiçiliyinə də çox ciddi təsir göstərir. Bir zamanlar logistikanın mərkəzlərindən biri olan Qaradəniz artıq get-gedə həmin bu logistika Qaradənizdə azalır. O cümlədən də Azərbaycanın da biz bilirik ki, Azərbaycan gəmiçiliyi də çox güclü inkişaf edib, xüsusilə də Azərbaycanın həm gəmiçiləri, həm də eyni zamanda gəmiçilikdə deməli qazanc üçün iştirak edən Türkiyə gəmilərində çalışan, eyni zamanda Qaradəniz hövzəsinə çıxış olan ölkələrin və hətta hövzəsi olmayan Qaradəniz ticarəti ilə əlaqəli olan gəmilərdə çalışan azərbaycanlılar artıq bundan zərər çəkməyə başlayıblar və Xarici İşlər Nazirliyinin də açıqlamasıdır və yəni məhz bundan bəyanatla buna hesablanıb ki, Azərbaycan vətəndaşları bu baxımdan biraz ehtiyatlı olsunlar. Xüsusilə də Azov bölgəsinə, Qaradənizin şimalında fəaliyyət göstərən gəmilərdə işləməkdən çəkinsinlər və çalışsınlar ki, daha çox bu hövzələrdə ümumiyyətlə münaqişə düşən bölgələrindən az olaraq orada iştirak etsinlər ki, bu birbaşa olaraq onların təhlükəsizliyinə böyük bir təhdiddir. Gəlin elə Qaradəniz ətrafında baş verənlərdən danışaq. Ukraynanın bu son günlər Qaradənizdə Rusiya gəmilərinə qarşı əməliyyatlarının miqyasını nəzərə çarpacaq dərəcədə artırmasında hansı məqsədlər var? Hansı hərbi və strateji məqsədlər dayanır bütün bu hücumların arxasında? Bu Rusiyanın dəniz logistikasını iflic etmək cəhdidir, yoxsa mümkün yeni danışıqlar öncəsi üstünlük qazanmaq strategiyasıdır? Necə oxumalıyıq bu addımları? Bunu Ukrayna prezidenti Vladimir Zelenski Parisdə deməli istəklilərin görüşündə və yaxud yəni buna yeni Ramstein də deyə bilərik, adlandıra bilərik. Parisdə çox gözəl açıqlama verdi və bildirdi ki, bu Rusiyanı neftsiz qoymaq deyil, Rusiyanı donanmasız qoymaq deyil, bu Ukraynanı Rusiyasız etməkdir. Yəni bütün bunların məqsədi ona hesablanıb ki, Rusiyada böhran yaşansın və Rusiya məcbur olub bu münaqişəni dayandırsın və heç bir qeyd-şərtsiz müharibə olduğu yerdə dayansın. Məhz hesablama buna yönəlib ki, Rusiyanı təhrik etsinlər, məcbur etsinlər ki, bütün bu böhranlar, iqtisadi çətinliklər, donanmanın tükənməsi, eyni zamanda neftin azalması Rusiyanın elitasını, Vladimir Putini məcbur etsin ki, Vladimir Putin bu müharibəni dayandırsın. Bu hadisələr fonunda Hakan Fidanın biz Ukraynaya xəbərini alırıq. Sizcə, ötən gün Lavrovun bir açıqlaması var idi ki, Qaradənizdəki hadisələrə biz Türkiyənin reaksiyasını da gözləyirik. Həmin o hadisələrə reaksiya üçünmü gedib, yoxsa konkret Ukrayna ilə Türkiyə arasında iki tərəfli münasibətləri danışmaq üçünmü gedib? Yəni, vasitəçilik məsələsi də gündəmdədir. Bunları danışmaq üçünmü gedib, yoxsa dediyimiz kimi Qaradənizlə bağlı məsələni həll etməyə çalışırlar? Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın ora səfəri məhz birbaşa olaraq siyasi məsləhətləşmələrdir, siyasi danışıqların aparılmasıdır. Burada kompleks məsələlərdir. Burada hərbi texniki əməkdaşlıq da ola bilər, Qaradənizdəki təhlükəsizliyin təmin olunması da müzakirə mövzusu ola bilər. Biz bilirik ki, Türkiyə ilk aylardan Ukrayna dəstək göstərən ölkələrdən biri idi və birincisi idi. Bayraktarların Ukraynaya verilməsi, eyni zamanda da Ukraynadan deməli buğda razılaşması, deməli dənli bitkilərin çıxarılması ilə bağlı Türkiyə ilk təşəbbüskarlardan idi və təhlükəsizliyə zəmanət verirdi. Hətta Rusiya buna qarşı çıxsa da Türkiyə öz iradəsini ortaya qoymuş bir dövlət idi. Hal-hazırki bu məsələlər həm Qaradənizdə təhlükəsizliyi, həm Qaradənizdəki logistika fəaliyyəti, həm də eyni zamanda Ukraynanın bu müharibədəki mövqeyini, daha da yeni mövqelərini, gələcək planlarını daha da aydınlaşdırmaqdır. Mən buna deyərdim, bu bir növ siyasi məsləhətləşmələr üçün gedir.
Rusiya kütləvi informasiya vasitələrində maraqlı yazılar, proqnozlar var. Onları diqqətinizə çatdırmaq istəyirəm. Odessada dünən Yujni limanının yaxınlığındakı saxlama çənləri dağıdılıb və bugün Ukrayna Silahlı Qüvvələrinin bir neçə təchizat gəmisi vurulub. Odessanın limanları iki səbəbdən tamamilə məhv ediləcək. Bu, Krım və Azov dənizidə indiyə qədər gizli taxıl güzəştləri səbəbindən onlara Qara dəniz dəhlizindən çox sərbəst istifadə etməyə icazə verirdi və indi sanki bu müqavilənin bir hissəsi kimi Azov dənizində və Kerç boğazında tankerlərə və bərələrə hücum edirlər deyir və indi Ukrayna dəniz gücü olmaqdan çıxacaq və sonra çayları ələ keçirəcək, hər birini hədəf alacaq deyə Rusiya kütləvi informasiya vasitələrində dediyimiz kimi Ukraynaya yönəlmiş belə təhdid edici mesajlar var. Yəni bir sözlə qurudakı əməliyyat sanki dənizə daşınır görürük. Quruda 5 ilə yaxın davam edir əməliyyatlar, amma hər iki tərəf üçün də dağıdıcıdır, yəni ciddi bir qələbə də yoxdur. Bəs dənizdə vəziyyət kimin xeyrinə dəyişə bilər? Dənizdə biz bilirik ki, Ukraynanın güclü donanması olmayıb və eyni zamanda da Rusiyanın donanmasına da çox böyük zərbələr endirilib. Hal-hazırda Rusiyanın donanması Krımdan tamamilə çəkilib, Novorossiysk limanındadılar. Ukrayna isə bunun əvəzində pilotsuz katerləri, pilotsuz qayıqlardan istifadə edir. Amma yenə də Ukraynanın da böyük dəniz donanması yoxdur. Hal-hazırda döyüş aparılacaqsa dənizdə bu raketlər və dronlarla, pilotsuz uçuş aparatlarıyla aparılacaq. Amma eyni zamanda hal-hazırda Ukrayna limanları məhz dediyim kimi taxıl çıxarılması ilə məşğuldur və Türkiyə də bura təhlükəsizlik zəmanət edir. Çox güman ki, bu məsələnin müzakirəsi də aparılacaqdır. Hal-hazırda əgər Rusiya bu təhdidi edirsə, bu deməkdir ki, taxıl razılaşması bitmək üzrədir. Taxıl razılaşması bitmək üzrədirsə, bəli, müharibə yeni bir eskalasiya keçəcək və Qara dənizin şimalı demək olar ki, bu təhlükəsizlikdən tam olaraq məhrum olacaqdır. Baxarıq, görərik, amma mən inanmıram ki, Rusiyanın yetərincə bir gücü var ki, buna təsir göstərə bilsin. Çünki təsir göstərə bilərsə, buna qədər təsir göstərə bilərdi. Rusiya demək olar ki, bütün arsenalını istifadə edib və yeni silahların da hazırlanması, yeni ballistik raketlərin hazırlanması uzun vaxt aparacaq. Ukraynaya dəstəyin şahidi oluruq bu intensiv hücumların fonunda. Ukrayna və Avropa İttifaqı arasında 1 milyard avro dəyərində dron sazişi imzalanıb. Saziş Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə Avropa Komissiyasının sədri Ursula von der Leyen arasında imzalanıb. Bugün Ukrayna ilə Avropa İttifaqı arasında əsas müdafiə müqaviləsi olan dron sazişinin əsasını təşkil edəcək ilk sənədə imza atıldı. Bu həqiqətən də münasibətlərimizdə tarixi bir addımdır. Gələcəkdə isə ballistik raket əleyhinə proqramımız üçün Avropa İttifaqından maliyyə dəstəyi gözləyirik deyə Ukrayna prezidenti vurğulayıb. Von der Leyen isə qeyd edib ki, Avropa Birliyi Ukraynada dron istehsalına Avropa Birliyinin Kiyevə verdiyi 90 milyard avroluq kreditdən 1 milyard avro ayırmaq niyyətindədir. Biz dəfələrlə dediyimiz kimi Avropa İttifaqından və elə Birləşmiş Ştatların da son günlər Ukraynaya dəstəyinə dair mesajlar alırıq. Amma daha çox müharibədən sonraki mərhələyə hesablanmış addımların şahidi oluruq. Bəs müharibənin aqibətini həll etmək üçün hazırda Ukraynaya necə bir dəstək lazımdır sizcə? Əslində, siz düz deyirsiniz. Hətta müharibədən sonra olmasa belə, müharibənin indiki dövrdən 1 il, 2 il sonraya hesablanmış məsələləri, məsələn, ballistik raketlərin istehsalıdır, ballistik raketlərin əleyhinə olan istehsalat, eyni zamanda Amerika Birləşmiş Ştatları da patriotların istehsalını lisenziya verib. Bütün bunların zavodların qurulması, bunun fəaliyyətə başlaması 1 il, 2 il vaxt aparacaq bir məsələdir. Və bu o deməkdir ki, gələcəkdə Ukrayna çox böyük bir hərbi bir sənayesi olan dövlətə çevriləcək. Amma hal-hazırda Ukrayna maksimum dəstək bundan ola bilər ki, Ukrayna yerindəcə bu dəstəyin verilməsidir. Yəni, hal-hazırda düzdür, Avropa İttifaqı Amerika Birləşmiş Ştatlarından silah-sursat alıb Ukraynaya təhvil verir, amma kritik silah-sursat da çox böyük çətinlik var. Bu patriot raketləridir, hansı ki Amerika Birləşmiş Ştatlarının özündə artıq tükənib bu deməli Körfəzdəki müharibəyə görə və ona görə ballistik raketlərin əleyhinə hava hücumuna müdafiə sistemləri verilməlidir. Hal-hazırda elə bir dövlət yoxdur ki, hava hücumuna müdafiə sistemlərini Ukraynaya verə bilsin. Və gələcəkdə ola bilsin ki, bu Türkiyədən də alınan bilər. Çünki ikinci belə bir dövlət hansındakı hava hücumuna müdafiə sistemləri var və bunu saçra çıxardır və yaxud çıxartmaq istəyir, bu Türkiyədir.
Növbəti məsələlərdən biri dron istehsalıdır. Ukrayna bunu hal-hazırda aya 10.000 drona çatdırıb, gələcəkdə bunu 20.000 drona çatdırmaq gücündədir və bu da artıq işlənilir. Əsas məsələ hücum silahlarının hazırlanmasıdır və bu da Ukrayna hal-hazırda F-5 Flamingo raketlərini istehsal edir. Gələcəkdə ballistik raketlər ola bilər. Əsas məsələ Rusiya elə bir zərbələr endirməkdir ki, Putinin indiki mərhələdə saxlanmaqdır. Gələcək hesablanmış məsələləri isə Rusiyanın yenidən hücum etməsinin qarşısını almaqdır. Yəni 1 il, 2 il bu müharibəni dayandıra bilsələr, Ukraynada elə bir silahlanma baş verə bilər ki, Rusiya bir də Ukraynaya hücum edə bilməyəcək.